Salam, trigonometrik tənliklər mövzusunda 137 nömrəli suala baxırıq. Əvvəlcə sağ tərəfdəki sinus kubu x-i keçirdək sol tərəfə. Sinus x üstəgəl 3 sinus x kosinus x minus sinus kubu x bərabərdir 0. İndi tənliyi yaxınlaşdıraq. Buradan sinus x-i orta qrup çıxardıram. Qalır 1 üstəgəl 3 kosinus x minus sinus kvadratı x bərabərdir 0. Biz bilirik ki 1 minus sinus kvadratı x kosinus kvadratı x-ə bərabərdir. Yəni, həmin 1 minus sinus kvadratı x-in yerinə yazacağıq kosinus kvadratı x. Sinus x olduğu kimi qalır. Kosinus kvadratı x üstəgəl 3 kosinus x bərabərdir 0-a. Yenə sinus x vurulsun ikinci mötərizədən. İkinci dediyim, yenidən ikinci dəfə orta qrup çıxardıraq. Kosinus x orta qrup çıxır. Qalır kosinus x üstəgəl 3 bərabərdir 0. Deməli, hasilin 0 olması üçün bu vuruqların hər biri ayrılıqda 0 olmalıdır. Əvvəlcə bunu da sadələşdirək. Sinus x vurulsun kosinus x vurulsun kosinus x üstəgəl 3 bərabərdir 0. Bir dəfə sinus x kosinus x hasilini 0-a bərabər edirəm. Bir dəfə də kosinus x üstəgəl 3 bərabərdir 0. Buradan kosinus x bərabərdir mənfi 3-ə. Bu tənliyin həlli boş çoxluq. Çünki kosinus x mənfi 1, 1 parçasında qiymətlər alır. İkinci tənliyi həll edək. Bunun hər tərəfini 2-yə vuraq. 2-yə vursaq, alaraq ki, sinus 2x bərabərdir 0-a. Buradan 2x bərabərdir. Sinus 0 nə zaman alır? Pi k-da. X bərabərdir pi k böl 2. Baxaq görək, cavab olacaq C variantı düzgün cavabdır. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.